Hesablama Palatası və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəd Dövlət Maliyyə Nəzarəti, vergi və mühasibat uçotu, eləcə də institusional idarəetmə sahələrində qarşılıqlı fəaliyyətin yeni mərhələsini müəyyənləşdirir. Memorandumu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli imzalayıblar. Tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sənədin dövlət vəsaitlərindən istifadənin nəzarəti və risk əsaslı audit praktikasının inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli isə əməkdaşlığın vergi inzibatçılığı və maliyyə nəzarətində şəffaflığın gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. Qeyd olunub ki, memorandum tərəflər arasında məlumat mübadiləsinin optimallaşdırılmasına, birgə analitik araşdırmaların aparılmasına, risklərin qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsini və dövlət vəsaitlərindən istifadə üzrə nəzarət mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq şəffaflıq və hesabatlılığın artırılması, müasir rəqəmsal həllərin tətbiqi və institusional potensialın inkişafı sahəsində qarşılıqlı fəaliyyət imkanlarını genişləndirəcək.